Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Ve sallallahu ala Muhammedin ve alihi tayyibin et-tahirin ve la'netullah ala adaihim ecmaîn. Allahümme accil ve likel ferc. Deməli əzizlər, biz məktəbiyyət mövzusunda artıq belə yetişmişik ki, istəyirəm naiblik, səfirlik mövzusundan danışaq. Bu da çox mühüm məsələlərdən də əslində Əhl-i Beyt əleyhissalam məktəbində və çox mühüm, faydalı və diqqət olunası məsələdir ki, təəssüflər olsun ki, bu mövzular çox az, çox zəif və çox mərifətdən və diqqətdən kənarda qalmış bəhslərdir. Ümumiyyətlə, belə deyim də, Həzrəti Əyyub əleyhissalamın həyatında, Əhl-i Beyt imamlarının həyatında bu amil çox mühümdür. Onların vəkillərinin olması, təyinatı və s. seçimləri. Yəni, Əli əleyhissalam hətta imamət dövrün başlanğıcından Əhl-i Beyt imamlarının əleyhissalam ilə şiyələr arasındakı əlaqə dərin olub, sistemli olub. Yəni, şiyələrin sayının az və birinci hətta hicri əsrində onların məskunlaşdıqları ərazilərin məhdud olması şiyələrin imamla əlaqələrini asanlaşdırırdı. Hətta İmam Həsən əleyhissalam dövründə, İmam Zeynalabdin əleyhissalam dövrünə kimi hər bir tayfa və şəhərin xüsusi insanları imamla əlaqədə idilər. Yəni, əlaqə qura bilirdilər və öz təsir dairələrində olan şəxslərlə də əlaqələr var idi. Yəni, bir çox hallarda şiyələr imamla da birbaşa rabitə yaradırdı. Özlərinin və onların bağlı olduğu insanların, yəni, belə deyək ki, etiqadi, siyasi və ictimai sual və problemlərini soruşurdular və bu əlaqədə həcc ziyarəti zamanı, müsəlmanların xüsusilə səfəri zamanı baş verirdi. Ki, Əhl-i Beyt imamlarının əleyhissalamın istək və tapşırıqlarda məktub vasitəsindən tayfiyə, qəbiləyə, şəhərə, ölkəyə seçilmiş insanlarla çatdırılırdı və onların vəzifəsi vasitəsilə də şiyələrin yaşadığı az-saylı şəhərlərdə yayılırdı. Hicrətin birinci əsrində adi olmayan az-saylı hallardan biri İmam Hüseyn əleyhissalam tərəfindən Küfəyə xüsusi nümayəndənin ezam olunması idi. Ki, bu vəzifəni də kim elədi? Müslim ibn Əqil əleyhə rəhmə elədi. Müslim Küfə şəhərində şiələrin böyükləri əlaqə yaratdı, ibtidai bir təşkilatın əsasını qoydu. Amma İbn Zeyd lənətullahın casuslarının, agentlərinin bu təşkilata sızması onu tezliklə dağıtdı. İmam Zeynalabdin əleyhissalamın zamanında Əbu Xalid Kabuli idi, Əbu Həmzə Somali idi, Yahya İbn Ummuddəvil idi. Belə şəxslər imamla Küfə və digər məntəqələrin cəmaatı arasında bir əlaqələndirici rol oynayırdılar və hətta şiyələrlə İmam əleyhissalam arasında məhdud elmi əlaqələr yaradırdılar. Bu vaxtda kimi şiyələrlə əhl-i-sünn arasındakı fərq aşkar şəhərdə müşahidə olunmurdu. Şiyələr gizlində öz qəlblərində Əhl-i Beytə məhəbbət bəsləsələr də əhl-i-sünn ilə birgə hərəkət edir və özlərinə məxsus etiqad və düşüncələrin ayrıca qrup şəklində bir özə vermirdilər. Sünnilər də təfriqəyə düşməmişdən qabaq onların arasında kəlam və fiqhi məzhəblər özünü aşırı göstərmirdi. İmam Baqir əleyhissalam imamət dövrü şiə cəmiyyətində vəhdət dönəmi sayılır bir növ. Bu dövrdən başlayaraq şiələri sayı artmağa başlayır və şiələr məskunlaşdıqları ərazilərə yeni coğrafi ərazilər əlavə olunur. Şiələrdə intellektual və ictimai baxımdan öz mədəniyyətini və sosial əlaqələrini nizamlayır, öz biliklərinin əsas aparıcı xəttinə çevirirlər və həmin dövrdə hətta xüsusi şiə kimliyi insanların bu camiyyədə ümumi əməkdaşlığına səbəb olur. Yəni, imamla şiələr arasındakı əlaqə əvvəlki elmi əlaqə ilə müqayisədə daha geniş əhatələnir və şiələr arasında nizam-intizam yaratmaq, onlarla imam arasındakı əlaqələri qaydasını salmaq üçün qurum və təşkilatda bir ehtiyac duyulur idarəçi sistemə. İmam Sadiq əleyhissalam imamət dövrü imamla şiələr arasındakı əlaqələri gücləndirmə məqsədində imamın vəkillik bir növ mərkəzi tənzimlənir. Vəkalət mərkəzi. Sonraki illərdə şiələrin sayı, onların yaşadıkları ərazilər sürətlə artdı. Məsələn, bugün müctəhidlərimizin dəftərxanaları, ofisləri, məktəbələri ki var, müxtəlif ölkələrdə olur, nümayəndələr olur. Bax, bu da bir növ Əhl-i Beytdən götürülmüş bir şeydir. Ki, hər fəqih məsəl üçün çalışır ki, onun müqəllid olan, təqlid edən insanlar Əhl-i Beyt imamlarının buyurduğu müqəddəs əqidəni, şəriəti, hökmləri, məsələləri, halal haramı, vacibatlarını icra eləmək üçün özlərinə də çata bilməsələr başqa olduğu üçün onların oradakı mərkəzinə, nümayəndəsinə müraciət edə bilsinlər.
Və mahiyyət olaraq, yəni həmin dövrdə xüsusi şiə kimliyi belə ki, bir camiyyədə ümumi əməkdaşlığa səbəb olurdu və imamla şiələr arasındakı əlaqə əvvəlki elmi əlaqə ilə müqayisədə daha da genişləndi və şiələr arasında nizam-intizam yaratmaq və onlarla imam əleyhissalam arasındakı əlaqələri qaydasını salmaq üçün bu təşkilat canlandı. Və İmam Sadiq əleyhissalamın imaməti dövrü nəticədə bu vəkalət məsələsi genişləndi dediyimiz kimi və bu mərkəz İmam Hadi və İmam Həsən Əskəri əleyhissalamın zamanında öz inkişafının ən yüksək pik həddinə çatır və təhlükəsiz bir şəbəkə yaratmaqla qeyb dövrünə keçid asanlaşdırır və ağır dövrdə şiələrə başçılıq vəzifəsini layiqincə yerinə yetirir. Deməli, vəkalət mərkəzinin şiə cəmiyyətinə təsiri öz zirvə nöqtəsinə kiçik qeyb dövründə çatır. Ki 70 ilə yaxın müddət ərzində və Abbasilərin şiddətli ictimai-siyasi repressiyalar dövründə şiə cəmiyyəti nizama salır və şiələri böyük qeyb dövründən keçid üçün hazırlayır. Yəni, belə ki, hicri tarixi ilə 120-ci ildən 260-cı ilə qədər olan zaman kəsiyində şiələrin imamla əlaqəsi birbaşa əlaqədən xüsusi vəkillər vasitəsilə yaradılan dolayı əlaqəyə ki, vasitəli əlaqəyə hicri tarixinə götürsə 260-dan 329-cu ilə qədər ki, imamın kiçik qeyb dövrü, imamla əlaqə artıq bir növ böyük bir sistem halına çevrilir. Ki, daha sonra isə vəkalət mərkəzi və xüsusi vəkillər vasitəsilə yaradılan əlaqə ümumi naiblər və fəqihlər sistemi ilə əldə olunan əlaqə növünə çevrilir. Yəni, şiə cəmiyyəti yeni rəhbərlik metodunu qəbul edir, təcrübədən keçirir və fəxrlə huzur dövründən qeyb dövrünə qədəm qoyur. Yəni, imamın aşkarda olduğu dönəmdən qeybdə olduğu dönəmə keçid edir. Və burada mahiyyət nədir? Bu, vəkalət mərkəzinin təşkili və genişlənməsinin bir çox amilləri olubdur. Biri budur ki, şiələrin sayının çoxluğu. Peyğəmbər Əsəlamın vəfatından, şəhadətindən daha doğrusu sonra ilk illərdə etiqadi şiələrin sayı çox deyildi. Buna görə də onlar və şiənin tanınmış şəxsiyyətləri imamla çox rahat əlaqə qururdu. İmamın ətrafındaydılar, yaxındaydılar həmçinin. Muaviyyənin zamanında məlunu, yəni onun ciddi tədbirləri sayəsində şiələrin sayı da artmır. Aşura qiyamında o asayiş şiələrin bir qismi də şəhid olur ya da həbs olur. İmam Səccad əleyhissalamın da dönəmi, Kərbaladan qayıtdığı dönəm Mədinədəki Əhl-i Beyt tərəfdarlarının hətta bəzi tarixlərdə ki 15 nəfərdən ibarət olduğu deyilir Mədinədə. Təsəvvür edin, hər şəhərdən də 15-də 20 dənə qalıbsa bu böyük bir şeydir. İkinci hicri əsrinin ilk illərində hətta Həccac ibn Yusuf Səqəfinin ölümü məlunun, həmçinin Ömər ibn Əbdüləzinin taxta çıxması ilə hədis yazılmağına icazə verilməsi və başqa bu kimi siyasi mədəni amillər nəticəsində Əhl-i Beyt əleyhissalamın tərəfdarları, dostları getdikcə artmağa başladı və 120-ci hicri ilindən sonra şiələrin sayı o qədər çox idi ki, Abbasilər artıq müxtəlif məntəqələrdən daha çox insan cəlb edə bilsinlər deyə öz qiyamlarına Ər-Rıza min Ali Muhammed ki, şüarı ilə başladılar Abbasilər gələndə. Yəni Ali Muhammedin razı alınması, razı salınması mənasında. Və mahiyyət olaraq baxmayaraq ki, Əhl-i Beyt əleyhissalamı sevənlərin hamısı şiələr arasında deyildi, amma Əhl-i Beytə məhəbbət onların etiqadı belə deyək ki, şiəliyinə zəmin yaradırdı. Və o illərdə İmam Sadiq əleyhissalamın şagirdlərinin sayı 4000-ə çatmışdı. Məsələn, mərhum Şeyx Tusi Ricalda, Rical-i Tusi adlanır. Həmin kitabda məsələn, bu bəhslər açanda orada qeyd ki, 4000-ə çatmışdı İmam Sadiq əleyhissalamın tələbələri. Ki, bu da əvvəlki illərlə müqayisə olunurmuzdur. Təbii ki, sayı baxımından xeyli üstünlük var idi. Bəzi Üməyyənin zəifləməsi nəticəsində yaranan siyasi şərait, Əməvilərlə Abbaslar arasında münaqişə və Bəni Üməyyənin süqutu 120-140-cı hicri illərində Abbasi hakimiyyətin ilk dövrünün siyasi qeyri-sabitliyi şiə alimləri və təbliğatçıları üçün münasib bir şərait yaratdı. Şiə İmamiyyə məktəbinin İslam dünyasının müxtəlif yerlərində yayılmasına şərait yaratdı. Və digər bir amil bu idi ki, şiələrin yaşadığı ərazilərin genişlənməsi idi ki, bu vəkalət sistemi qurulsun. Mədinə şəhəri şiəliyin beşiyi sayılır, ilk şiələr orada yaşayırdı. Birinci hicri əsrində şiələrin əsas mərkəzi daha çox Kufəyə çevrildi. Çünki baxsaq hətta
diqqət olunsa, Yəməndə və Bəsrədə də az sayda şiə yaşayırdı. 2-ci hicrə əsrində şiələrin sayının artması ilə bərabər bir sıra yeni şiə mərkəzləri meydana çıxır. Bəzən həmin məntəqələrlə İmam əleyhissalamın yaşadığı Mədinə şəhəri arasında fasilə də çox olurdu. Yeni yaranan məntəqələrdən biri Abbasi xilafətinin mərkəzi olan Bağdad şəhəridir. Məsələn, Bağdad yarandığı ilk çağlardan şiə mərkəzi olaraq inkişaf edir və Hişam ibn Həkəm, İbn Umeyr və digər böyük şiə alimlərinin əshabdan belə deyək, mərkəzi olur, beşiyi olur. Qum şəhəri, onun ətrafında yerləşən Avik kimi məntəqələr də həmin dövrdə şiə mərkəzləri kimi tanınırdı və bir çox şiələr də ora köçürdülər. Və Xorasan vilayəti çoxsaylı şiələrin yaşayış məntəqələrin birinə çevrilmişdi. Mazandaranın dağlıq ərazilərindən Həmədana kimi olan bir məntəqə şiələrin məskunlaşdığı yer hesab olunurdu. Yəmən, Misir, Bəsrə şiələrinin də sayı çoxala gedirdi və qeyd etdiyimiz kimi də bu ərazilər ki var idi, Xorasanın şimalından tarixçə qeyd edir ki, İranın qərbinə, İraqa, həmçinin Ərəbistan yarımadasının cənubunda yerləşən Yəmənə və Misirə qədər olan əraziləri əhatədə böyük bir region şiə coğrafiyasının, yəni genişliyi və müxtəlifliyi haqqında təsəvvür yarada bilir artıq. Ki bu haqda da hətta Şeyx Tuzun Əl-Qeybəsində, Kəşşinin Ricalında, məsəl üçün, bu haqda məlumatlar biz tapıb görə bilərik. Deməli, müxtəlif regionlardan olan çoxsaylı şiələr imamla birbaşa əlaqə yaratmağı mümkün deyildi. Ki, bu səbəbə görə şiələrin elmi, ictimai və siyasi sualları, ehtiyaclarını qarşılamaq, imamın göstərişlərini onlara çatdırmaq və iki tərəfli əlaqə yaratmaq üçün əlaqələndirici şəxslərə ki, artıq ehtiyac var idi. Digər amil isə bu idi ki, bu sistemin düzəlməsinə, yaranmasına imamla birbaşa əlaqə yaratmaq çətin idi. Yəni, Əhl-i Beyt əleyhissalama sevgi şüarına hakimiyyəti ələ keçirən Abbasilər Əhl-i Beyt imamlarını özləri üçün potensial və real təhlükə mənbəyi hesab edirdi. Çünki hər zaman insanların onlara tərəf üz tutmağı və ona görə də Abbasi xilafətin süqut etməsi ehtimalı var idi. Və Abbasi hakimiyyətin möhkəmlənməsi ilə paralel olaraq onların Əhl-i Beyt imamlarına əleyhissalama qarşı sərt münasibəti daha da şiddətlənir. Hətta Mənsur Dəvaniqinin xilafət dövrü 140-cı hicri ilindən sonra hökumət məmurları imamlara, onların yaxınlarına qarşı təzyiqləri ki çoxalır. Gecə vaxtı onların evinə olan basqın, imamların və onların yaxın əlaqədə olan şəxslərin həbsi, İmam Kazım əleyhissalam, İmam Hadi əleyhissalam, İmam Həsən Əskəri əleyhissalam, bunların imamət dövründə imamların həbs və sürgünü, hökumət casuslarının imamın səhabələr arasında sızılmaq cəhdləri ki və s. və s. Yəni onlara qarşı həyata keçən repressiyalar sırasında idi və bu da ki sıravi şiələrin imamla əlaqə yaratmağını çətinləşdirirdi. Baskı, təzyiqlər xəlifə Mənsurun, Harunun, mütəfəkkilin, Mötəzilin, Allah'ımıza lənət eləsin, zamanında daha da şiddətli olubdur və Harunun xilafəti dövründə Muhammed bin Əbu Umeyri hətta tuturlar ki, təzyiqdə göstərirlər ki, imamət nahiyəsinə bağlı olan şiələrin adlarını ona desinlər. Yəni imamət belə deyək, tərəfindən təyin olunmuş həmin o vəkilləri, nümayəndələri aşkarlasınlar ki, kimlərdir. Digər bir amil bu sistemin yaranmasına ehtiyac göstərən, zərurət göstərən ehtiyacların çoxluğu idi. Yəni ilk dövrlərdə imama sualları cavab verib almaq, elmi ehtiyacları aradan qaldırmaq məqsədilə müraciət olunurdu, amma şiə cəmiyyətinin böyüməsi, mədəni, ictimai, iqtisadi şəraitin yaxşılaşması əvvəlki dövrdən fərqlənən yeni suallar və müəyyən bir ehtiyac yolları gətirirdi və imamın mövqeyinin şiə cəmiyyətində mümkün olan ən tez zamandan təşkil yola çatdırılmasına ehtiyac var idi. Və şiələrin siyasi, mədəni, ictimai mövqe sərgiləməyi bu mövzular arasında idi. Bəzən zalim hökumətə qarşı inqilab və üsyanlar baş verirdi. Amma İmam əleyhissalam şiələri bu mövzulara qoşulmaqdan çəkindirirdi. Bəzən qarşıya ictimai və mədəni mövzular çıxırdı. Orada da İmamın əleyhissalamın məsələyə baxışını şiələrə etibarlı yolla çatdırılması lazım olurdu. Harunla Məmun rəhmətullah əleyhimanın zamanında kəlam elminə dair mövzuların elmi müzakirəsinin qadağan edilməsi imamla əlaqə və ünsiyyət olmadan şiəliyə zərər vura biləcək hallardan biri idi. Çünki bunlar avtomatik olaraq batilin çoxalmasına daha da şərait yaradırdı. Və digər mühüm məqamlardan biri insanların imamət nahiyəsi ilə maliyyə əlaqələri idi. Şiələrin iqtisadi vəziyyətinin yaxşılaşması, imama göndərilən şər'i vergi və ödənişlərin
atmağına səbəb oldu ki, bu da həmin pulların hökumət məmurlarının gözündən uzaq şəkildə toplanıb imama təhvil verilməsi üçün etibarlı bir əmətdar və layiqli vasitəyə ehtiyac yaradırdı. Müxtəlif məntəqələrdə imamət nahiyəsində belə deyək ki, toplanan vəqflər də artmışdı. Qumda vəqf və maliyyə məsələləri böyük səhabə Əhməd bin İshaqa tapşırılmışdı hətta ki, bu haqda Rizal kitablarında da məlumat əldə edə bilərsiniz. Bu vəqflərin idarə olunması da vəkillik institutu mərkəzi deyək, deyək, ofisi deyək ki, yer tərəfindən idarə olunurdu, belə deyək. Və digər bir amil buna səbəb yaradan imamların müqəddəs məqamından sui-istifadə edib imamla əlaqədə olmaq iddiası Şiə tarixində belə deyək də ki, onlar məqamından ki, sui-istifadə edirlər imamların müqəddəs əzəmətli olmağından. İmamla əlaqədə olmaq iddiasının Şiə tarixində müzakirə məsələsi çevrildi. Yəni, İmam Rıza Aleyhisselam yalandan əvvəlki imamlarla əlaqədə olma iddiasında olan bəzi azğınların adlarını hətta sayaraq bunu məsələyə işarə edib. Rivayətlərdə var. Hətta bəzi azğınların zəlalətə düşənlər imamların adından sui-istifadə etməsi, o müqəddəs şəxsiyyətlərin nümayəndələri ilə əlaqədə olduqlarını zənn edən şəxslərin yolunu azmasına səbəb olur. İmam Sadiq Əleyhisselam şəxsən bu dəstədən olan bir neçə nəfəri lənətli bunların azğınlıqlarını bəyan edibdir. Məsələ budur. Bu gün də belədir. Məsələn, gəlir, İmam Hüseyin Əleyhisselamın adına istifadə edir, Əhl-i Əleyhisselamın adına istifadə edir və insanları azdırır. Həqiqi yoldan, Əhl-i Əleyhisselamın mənhəcindən, ülamadan, ki, füqahadan ayrı salmağa çalışır ki, niyə? Onları azdırıb Əhl-i adı ilə nəticədə onları idarə edəsin. Və təbiidir ki, sonraki dövrlərdə də şiələrin sayının artmağı və onların məskunlaşdıqları məntəqələrin genişlənməsi ilə təhlükə daha da çoxalırdı. Çünki istənilən şəxs, xüsusən cəmiyyət arasında az çox tanınan insanlar imamla əlaqədə olduğunu deyilirdi və nəticədə nəzarət edilməsi mümkün olmayan bir şərait yaranırdı. Ona görə də bu cür xoşagəlməz halların şiə cəmiyyətindən dəf olunması üçün nizamsız pərakəndə əlaqənin nizamlı bir müəyyən kimliyə malik olan əlaqəyə çevrilməsi lazım idi və bu hallarla mübarizə aparan, məsələləri təhlükəsiz yolla alimlərə çatdıran yeganə mərkəz də vəkillik mərkəzi idi. Ki, vəkalət sistemi idi ki, sözü gedən qurum, cəmiyyət nə deyəndə adını arasında malik olduğu məqam və mövqeyinə görə bu boşluğu layiqincə doldururdu. Bu vəkalət sistemində, məsələn, Fərs bin Hatəm Qəzvinin azğınlığına dair məlumatlar mövcud idi ki, vəkillik iddiasında olanlar və onların azğın hərəkətləri haqqındakı məsələləri də biz nəsib olsa danışacaq, qeyd edəcək. Çünki vəkillik iddiası edənlər də o tarixdə yalancı olaraq, hətta o vəkil seçilmədi deyə azğınlaşan insanlar da olubdur. Və həmçinin şiələrin qeyb dövrünə, xüsusilə məsəl üçün hazırlığı üçün bir sıra müqəddimələr, çalışmalar və onların hətta ictimai əlaqə və münasibətlərdə uğur əldə etməsinə ehtiyac ki var idi. Bu da bir səbəb idi ki, bu sistem, yəni bu düzən qurulsun, belə deyək, yəni bu formada. Və mahiyyət olaraq bəzi öhdəliklərin vəkillərə həvalə edilməsi, şiə alimlərinin cəmaata cavab verməsi və onların imama birbaşa müraciət etməməsi, alimlərə və cəmaata imam tərəfindən yazılı məktubların göndərilməsi, imamla üz-üzə görüşlərin azalması və s. şiə cəmiyyətini qeyb dövründə yaşamağa hazırlamaq üçün addım idi. Yəni, bu ulama bu cür qərar verir ki, məsumların bu işi görməsi imamın qeybdə olacağı dönəmdə insanlar üçün bir zəmin şərait yaratmaq edir. Bir növ ki, baxın, mən olmadıqda, bir imam olmadıqda siz nə etməlisiniz, necə etməlisiniz, hansı vəzifəniz var, hansı formada iş icra edəcəksiniz. Ki, məsumlar həm də bir növ bu cür çalışırlar ki, sistemi cəmaata bəyan eləsinlər. Ki, başımıza belə bir hal gələcək, sizin imamınız qeybə çəkiləcək. Çünki biz o hədislərdən də bəziləri zikr etdik ki, zamanında bəhslərdə ki, məsumlar bunun üzrə xəbər vermişdilər. Yəni, xülasə, İsbatul Vəsiyyədə, məsəl üçün, Şeyx Rəhmətli yazır ki, İmam Hadi Əleyhisselam xüsusi insanlar istisna olmaqla şiələrin çoxu ilə əlaqə saxlamırdı. Və İmam Həsən Əskəri Əleyhisselam imamətə yetişdikdə xəlifənin sarayına getdiyi vaxtda istisna
bütün şişələr arasında olan xüsusi şəxslər və başqaları ilə pərdə arxasından danışır. Və İmam Həsən Əskəri əleyhissalam öz pak atasının və özünü insanlardan bu cür gizli saxlaması şiələrin İmam Zaman Əcəlallah Fərəcəhin qeyb dövrü ilə tanış olmağı və ona adət etməsinin məqsədini daşıyırdı. Deməli, qeyb dövrünün, kiçik qeyb dövrü ilə başlamağı da öz növbəsində böyük və tam qeyb dövrünə daxil olmaq üçün bir növ zəmin yaratmış oldu. Və bu dövrdə də vəkil və yaxud da xüsusi naiblər də yox idi. Belə deyək ki, vəkillik, vəkalət sisteminin təşkil edilməsinin səbəblərə diqqət yetirəndə nə görürük? Biz görürük ki, bu qurum bir sıra vəzifələr, məsuliyyətlər daşıyır və deyək ki, vəkillik institutunun vəzifələri əvvəldə məhdud idi və zaman keçəndən sonra genişlənir və İmam Zaman Əcəlallah Fərəcəhin ilk vəkilləri daha çox onunla ümmət arasında maliyyə əlaqələndiricisi kimi rol oynayır və məhdud vəzifələrə sahib idilər. Bir növ belə deyək. Amma zaman keçdikcə və bu vəkalət sisteminin genişlənməsinin onların vəzifələri də genişləndi. Məsələn, Osman ibn Səədin, İmam Həsən Əskəri əleyhissalam xüsusi vəkili idi. Zamanında isə öz zirvə nöqtəsinə çatır bu sistem və bu qurum belə deyək də, bu qurum üçün bir sıra vəzifələr müəyyən edilir ki, biz ona baxanda görürük ki, 200 ildən artıq bir dövrdə ki, bütün fəaliyyəti əhatə edir bu sistem. Yəni, vəkalət, vəkillik sistemin ən üstün vəzifəsi iqtisadi, ictimai, mədəni və siyasi sahələrdə şiələrlə imam arasında rabitə yaratmaq edir. Və vəkalət sisteminin fəaliyyəti elə təşkil olunmuşdur ki, heç bir narahatçılıq olmadan imamla şiələr arasındakı əlaqəni asanlaşdırsın. Onların İmam Əleyhisselamın cəmiyyətdəki iştirakının olan ehtiyacını aradan qaldırsın və onlara həvalə edilən vəzifələri yerinə yetirməkdə köməklik göstərir. Yəni, şiələrin imama ünvanladıqları sualların, yer aldığı məktubların imama və onun cavabını şiəyə çatdırması vəkillik sistemi tərəfindən icra olunurdu. İmam Əleyhisselam da cavabı adətən sualın yazıldığı vərəqin aşağısında, arxasında qeyd eləyərdi və sual verən şəxsə belə çatdırılırdı. Ona görə də bu cür cavablar toqi adı ilə məşhurdur. Toqi vaqa'a sözündəndir ərəb dilində. Hər hansı bir şey öz izvi qoymaq mənasındadır. Ki, yəni bir şeydə iz qoymaq, öz izvi qoyursan. İstilahi mənada isə imzaya, vərəqin altında, onun əlavəsində qeyd olunan mətnə deyilir ki, bu toqidir. Yəni, ona görə də imamın göndərdiyi də məhz belə toqi adlanırdı. Nəsə kitablarda görsəz, biləsiniz ki, toqi nə deməkdir əslində. Bəzən isə şiələrin məktubları bir kuryer vasitəsilə toplanırdı və Bağdada ötürülürdü. Yəni, mərkəz ora sayılırdı əsas. Ona görə də ora ötürülürdü insanların arasında. Hətta bu məktublaşma üslubu, mukatibə, İmam Sadiq Əleyhisselam imaməti zamanında başladı və qeyd etdiyimiz kimi ki, və yayıldı. Hətta kiçik qeyb dövründə imamla insanlar arasında yeganə bir rabitə vasitəsinə çevrildi ki, bu səbəbdən də imamlarla yazışmaların sayı getdikcə onlardan gəlib çatan hədislərin sayından çox oldu. Kiçik qeyb dövründə ən yüksək həddinə çatdı. Ki, bunu da biz diqqət edəsək, yəni bu cür sistemin gedişatını biz görə bilərik. İnşallah indi gələcək bəhslərimizdə bu mövzuların çox mətləblərinə toxunacağım. Hətta ömür vəfa eləsə bəzilərini qeyd edəcəm ki, məsələn, məsumlar hansı məntəqələrdə kimləri təyin etmişdilər ki, onların adları bizə tarixdə çatıbdır. Rical kitablarında mövcuddur onların haqqında təracümləri, əhvalları və o şəxsləri biz yad eləyəcəyik. Vəlhamdülillah Rabbil aləmin.